Videolar yaradırsınız, kontent paylaşırsınız. Amma satış qrafikinizdə heç bir dəyişiklik yoxdur. Əgər bu sizə tanış gəlirsə, tək deyirsiniz. Çünki siz böyük ehtimalla satışlarınızı əngəlləyən 5 kritik səhvdən birini, bəlkə də bir neçəsini edirsiniz. Birinci səhv, hədəfin kim olduğunu bilməmək. Hər kəs üçün video çəkmək, əslində heç kim üçün video çəkməmək deməkdir. Ümumi mesajlar səs-küyü içində itib batır. Həll yolu, ideal müştərinizin kim olduğunu, problemlərini və istəklərini dərindən anlayın. Videonuzu birbaşa ona ünvanlayın. Unutmayın, bir nəfərin ürəyinə toxunmaq 1000 nəfərin qulağından keçməkdən daha dəyərlidir. İkinci səhv, mənə nə faydası var? Sualını cavabsız qoymaq. İzləyiciniz ilk 10 saniyədə videonun ona nə verəcəyini anlamasa, sadəcə olaraq növbəti videoya keçəcək. Həll yolu, videonuzun əvvəlində dərhal bir vəd verin. Bir problemi həll edəcəyinizi, yeni bir bacarıq öyrədəcəyinizi və ya onların həyatını asanlaşdıracağını göstərin. Dəyər aydın olmalıdır. Üçüncü səhv, izləyicini tək buraxmaq. Videonuz möhtəşəm ola bilər, amma sonunda izləyiciyə nə etməli olduğunu deməsəniz, o da heç nə etməyəcək. Həll yolu, hər videonun sonunda aydın və konkret bir hərəkətə çağırış olmalıdır. Web saytımıza keçid edin, rəy bildirin, pulsuz bələdçini endirin, onlara növbəti addımı göstərin. Dördüncü səhv, bir ölçü hamıya uyar düşüncəsi. YouTube üçün hazırlanan 10 dəqiqəlik üfüqi bir video, Instagram Reels'ın sürətli və şaquli formatında heç bir məna ifadə etməyəcək. Həll yolu, hər platformanın öz dilində danışın. Kontentinizi platformanın formatına, sürətinə və izləyici gözləntilərinə uyğunlaşdırın. TikTok üçün qısa və dinamik, LinkedIn üçünsə daha informativ videolar hazırlayın. Və 5-ci kritik səhv, rəqəmləri oxumamaq. Hansı videoların işlədiyini, insanların harada darıxdığını bilmirsinizsə, sadəcə qaranlıqda atəş açırsınız. Həll yolu, videolarınızın analitikasını mütəmadi izləyin. Baxış müddəti, klikləmə nisbəti kimi göstəricilər sizin bələdçinizdir. Nəyin işlədiyini öyrənin və uğuru təkrarlayın. Bu 5 kritik səhvdən yayınmaq sadəcə videolarınızı yaxşılaşdırmayacaq, həm də real satış nəticələri gətirəcək. İzah etməyi dayandırın, göstərməyə başlayın. Video marketinq strategiyanızı satışa çevirməyə hazırsınız? Elə isə Animators'la tanış olun. Daha ətraflı məlumat üçün veb saytımıza daxil olun.